Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Hər bir insan özü özlüyündə yaxşı insan olduğunu zənn edir. Bir qədər də insanın tənqiddən də xoşu gəlmir və əslində vicdanında, qəlbinin dərinliyində onun üçün maraqlıdır ki, görəsən o necə insandır? Allaha nə qədər yaxın və ya uzaq olan insandır? Bu sualla müraciət ediblər Zinnun Misri Həzrətlərinə və deyiblər ki, insan özünün Allah qatında seçkin qul olduğunu hardan bilə bilər? Hansı əlamətlərdə? Zinnun Misri Həzrətləri deyib ki, İnsan bu dörd şeylə özünün Allahın qatında seçkin qul olub olmadığını müəyyən edə bilər. Birincisi budur ki, əgər ki Allah yolunda, din yolunda öz rahatlığını, öz istirahətini rahat-rahat əldən verə bilirsə. Çünki hər bir insan, bu barədə çalışacağım, özüm bildiyim kimi şərh edeyim ki, fikir aydın olsun. Məktəb oxuyur, universitet oxuyur, sənət sahibi olur, maşın alır, ev alır, ailə qurur, evlad böyütür, öz üçün rifah, rahat bir həyat düzəltir. Amma rahatlıq ona dini yaşamağa mane olur. Çünki çevrəsi onu qınayır, planları pozulur onun. Əgər bir insan Allahına xatir, inancına xatir, bu rahatlığından əl çəkə bilirsə, demək ki, o Allahın qatında məqbul qullardandır. İkincisi isə budur ki, özündə az olduğu halda, əgər ehtiyac sahibləri ondan neysə istəyirsə, buna rağmen o ona yardım eləyə bilirsə, onun ürəyi elə bir genişdir ki, o ehtiyac sahibini çalışırsa ki, bir qədri və boş qaytarmasın, demək ki, o məqbul qullardandır. Üçüncüsü, xalqın içərisində istəyir yaş baxımdan, istəyir vəzifə baxımdan və s. səbəblərdən hörmətli, ehtiramlı adamdırsa, əgər bir hadisə baş verir, məsəl üçün, fərqi yoxdur, bu siyasi hadisə ola bilər və ya ictimai hadisə ola bilər, nəsə olur, kampaniya ola bilər onun əleyhində, o nüfuzdan düşürsə, onun əvvəlki vəziyyətdə olmağı ilə indiki vəziyyətdə olmağın arasında qəlbində fərqi yoxdursa, onun üçün marağı olan şey budur ki, yəni yerdəkilər mən üçün maraqlı görürsən, göydəkilər mənim barım, mələklər nə düşünürlər deyirsə, o yenə məqbul qullardan, Allah yaxın bəndələrdəndir. Dördüncüsü isə, əgər ona edilən təriflə tənqidin arasında onun üçün fərqi yoxdursa, o adam da məqbul qullardandır. Bu necə ola bilər? Təsəvvür edin ki, bir dənə adamdır, tutalım ki, bir idmançıdır və yaxud da devlətin, milləti, xalqın qabağında bir vətən üçün, neysə, belə bir çox möhtəşəm bir iş görüb, başucalığı eləyib və ağıllı adamlar onun işini təqdir eləyir, məşhur olub xalq içində və sabah gündə də, məsəl üçün, devlətin rəhbəri onu qəbul eləyəcək və ona təşəkkürünü bildirəcək bu hadisəyə görə. Amma bir-iki dənə aşağı səviyyəli belə adamlardır, oturublar o adamı müzakirəyə qoyurlar. Müzakirə qoyub deyir ki, yox, brat, onun filan qırıqı var. O birisi də deyir ki, nəsə, onun kimi bir şey. Hansı bu adamların yəni bir o qədər nə fikirdə olmaqları maraqlıdır ki, 2-3 gündən sonra biri lomkaya düşəcək, o biri də ki, paxmilə düşəcək, qacınıb qalacaqlar. Bu adamlar nə düşünəcəklərsə, bu adam ki, fərqli. Çünki səhərsi gündə onu xalq böyük hörmət və ehtiramla devlət rəhbərinin yanına yola salacaq və o da onu mükafatlandıracaq. Ətrafda olan insanlar bu günləri özlərinə görə hərəsi bir azmı, çoxmu şəxsiyyətlilərdən, Allah hər kəsi özünə görə canı sağ eləsin. Amma səhərsin hamı torpaqdır. Amma əbəli və əzəli olan Allah Cəllə Cəlaluhu bizim sahibimizdir və bunu anlayan insan çalışır ki, öz həyatını onun razılığı yolunda qorusun və o bizdən
bəndədən nə tələb edirsə o tələbatı yerinə yetirsin. O çalışır yaxşı insan olmalı. O yaxşı insan olmağını xalqın içində başa düşən də olur, başa düşməyən də olur. Onların mükafatı ilə onların cəzalandırmağının yaxşı bəndə üçün heç bir fərqi yoxdur. Əsas məsələ onun düşüncəsində odur ki, Allah mənim barəmdə hansı qədəri müəyyənləşdiribsə. Çünki o başqa cür də ola bilər. Xalqın təriflədiyi adamın axir aqibəti başqa cür də ola bilər. Məsələn, necə olar? Xatəm-i Tayi rəhmətullah aleyh həzrətləri Peyğəmbərimiz əleyhissalam bir hədis buyurur sallallahu aleyhi və səlləm. Hədis də budur ki, bir qrup insanı qiyamət gündə əmr eləyəcəklər ki, cəhənnəmə aparın. Və mələklər də gələcəklər, bu qrup adamları aparacaqlar cənnətə sarı. Bunlar cənnətə yaxınlaşdıqca cənnətin xoş səslərini eşitməyə başlayacaq, bir qədər də həvəsləri artacaq. Cənnətin xoş qoxuları gələcək, bunların biraz da iştiyağı artacaq. Bunların cənnətə biraz yaxınlaşdıqca gözləri də oradakı saadəti, xoşbəxt həyatı görəcək. Onların həvəsi bir qədər də çoxalacaq. Amma gəliblər cənnətin qapısına çatanda əmr olacaq o mələklərə ki, onları qaytarın geri cəhənnəmə. Və bunlar pərt olacaqlar. Pərt olacaqlar. Çox dəhşətli bir istiraba düşəcəklər bundan. Və deyəcəklər ki, ya Rabbi, əgər bizim müqəddəratımız cəhənnəmdə olmaq idisə, heç bizə bu cənnəti göstərməsəydi. İndi bizim əzabımız 2 dəfə oldu. Həm cəhənnəmə düşmək, həm də cənnətdəki nemətləri görüb, onlardan məhrum olmağın istirabı. Deyəndə Allah Cəllə Cəlaluhu həmin qullara deyəcəklər ki, siz də dünyada belə yaşayırdınız. Xalqa bir cür görsənirdiniz. Xalqa özünüzü bir cür tanıtdırırdınız. Sözünüzlə, rəftarınızla və s. Amma qəlbinizdə mənim qatımda siz tamam başqa adamlar idiniz, başqa cür idiniz. Sizin özünüzü təqdim eləməyinizlə əslində mahiyyət etibarilə şəxsiyyətinizin bir-birinə uzlaşmırdı. Siz necə ki, dünyada elə yaşamışsınız, sonra bugünkü sizin cəzavız elədir. Siz xalqa görə, cəmaata görə nələrdən əl çəkirdiniz? Ki, ayıbdır, nüfuzumuz düşər, xalqın gözündən düşərik, maaşımızı kəsərlər, sonra neysə, ona görə məni cəzalandırarlar. Biri, məsəl üçün, dükanında şey satır, sağla satır. Deyirəm ki, bunu satma da, bu haramdır, bunun satışı da haramdır. Əli vurursan, bıçağı vurursan, sonra mənim üçün orada, məsəl üçün, ərzaq da çəkirsən. Satma bunu. Deyir ki, bunun alıcıları var da, onlar üçün satırıq. Və bundan bizim gəlirimiz var. Gəlirimiz oraya nəşə də satın da. Əgər pul üçün edirsinizsə, ona görə deyir və ona görə bizi tutarlar axı. Sən demək ki, qanunlardan qorxursan, Allah-u Teala'nın qanunlarından qorxmursan. Bəşəri qanunlardan qorxursan. Amma ilahi qanunlardan qorxmursan. Hansı ki, ondan da sağlanan 3-4 dənə məhəllədə xaniqa var. Onlar alırlar, gedib çayın qırağında şey edirlər. Amma nədir? İnsanların qınağından qorxur, Allahın qınağından qorxmur. O səbəbdən də Allah Teala deyir ki, onun üçün mən sizə 2 cəza verirəm. Bir cəhənnəmlə cəzalandırıram. Və mən sizə cənnəti göstərirəm ki, əgər siz dünyada ləyaqətlə yaşasaydınız, baba bu yerlər sizin idi. Əgər siz pula görə, qorxuya görə, kiminsə hörmətinə görə Allah-u Teala'nın, aləmlərin Rəbbinin xətrini qoymusunuzsa, bir nəfsin cəzavız həm cənnəti görüb məhrum olmaqdır, həm də cəhənnəmə görüb ora əzaba müstəhəq olmaqdır. İbn Abbasdan da bir hədis var. Deyir, Allah-u Teala Ədin cənnətini. Bilirsiniz, cənnət 8 dənədir. Onlardan biri də Ədin cənnətidir. Allah-u Teala Ədin cənnətini yaradınca orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın xəyalına belə gəlməmiş nemətlər yaratdıqdan sonra Ədin cənnətinə deyir ki, danış. Çox lüks bir super həyat. İnsan bir ağılına gəlmiş elə bir şey ola bilər.
Arada məsəl üçün bu qabağıma bəzi videolar çıxır. Nə bilim şeydə İndoneziyada nəsə bir belə bir bina var. Binaya yaxınlaşırsan, bina sağa sola eğilir. Sənə məsəl üçün nasıl Çində şüşədən körpülər var dağların başında. Şüşənin üstündə gəzirsən, nə olur. Neysə bunun kimi qəribə şey. Amma cənnətdə insanın ağlına gəlməyən qəribə şeylər var. Bu qəribəliklə, gözəllikləri, mükəmməliyyəti yaratdıqdan sonra Allah-u Teala Ədin cənnətinə deyir ki, danış. O da danışır, deyir ki, qad əfləhəl müminun, qad əfləhəl müminun, qad əfləhəl müminun. Möminlər nicat tapdı, möminlər nicat tapdı, möminlər nicat tapdı. Yəni mənə girən, mənim əhlim olan, sakinim olan, vətəndaşım olan insanlar xoşbəxt oldular, nicat tapdılar, deyir. Və sonra deyir ki, mən Ədin cənnəti haramam bu üç kimsəyə. Kimlərə? Yəni kim mənə girməyəcək? Kimlərə haramdır? Mən bütün xəsislərə və ikiyüzlü riyakarlara və münafiqlərə haramam. Demək ki, bu üç xasiyyət kimdə cəm olsa və yaxud da ki, bu bir kimsədə bu üç xasiyyətdən birisi olsa, o Allah-u Teala'nın cənnətinə girə bilməz. Neymiş o? Xəsislik. Mömin adamın xasiyyətidir. Çünki Evliyaullah'dan adı xatirimdən çıxdı. 4 aylıq səfərə gedir və həyat yoldaşına deyir ki, sizin için nə qədər azuqa qoyum? O da deyir ki, ömrümün axırına qədər azuqa qoy git. Deyir, mən nə bilim sən nə qədər yaşayacaqsan xanım ki, o qədər azuqa qoyum. O qadın da deyir ki, əgər mənim ömrümün nə qədər olmağını bilmirsənsə, mənim də nə qədər ruzu verəcəyim, yiyəcəyimdən narahat olma. Səfərvə get. O vəli zat da səfərə gedir, bacardığından hər hal ki evdə azuqa qoyur. Sonra o məhəllənin yaxın insanlar, qadınlar yığılırlar, deyirlər, yoldaşın sən nə qədər azuqa qoydu? O da deyir ki, heç nə qədər. Deyir, ne üçün? Deyir, mən ona dedim ki, əgər sən də mənim kimi ruzu yiyənsənsə, sən mənə ruzu verməklə narahat olma. Sən də mənim kimi ruzu yiyirsən də, ruzu verən xərq eləyən deyilsən ki, sən ruzumu Allah verir, mənimkini də mənə görə narahat olma ki, mənim ruzumu Allah verəcək. Yəni, bir adam əlində olanı kimlərəsə verib səxavətli olmaqdan əgər narahat olursa, demək ki, imanı kamil, Allah'a yaxın bəndə deyil. Onun üçün də cənnət də deyir ki, Ədin cənnəti deyir ki, həm xəss adam, həm riyakar adam, həm də münafiq adam mənim sakinim ola bilməz. Qoy Allah Teala bizə cənnət əhlinə yaraşan xasiyyətlər bəxş eləsin, qəlbimizi genişlətsin, nəfsimizi təskiyə eləsin, qəlbimizi təfsiyə eləsin və Həzrət Resulullahın, Cənab-ı Allahın, cənnətin bizdən gözləmiş olduğu o gözəl xasiyyətlərlə bəzənməyi, gözəlləşməyi Allah Teala bizə yardım eləsin, nüsrət versin, tövfiq inayət eləsin və inşallah ki, Rəbbimizin inayəti ilə o salih qullardan olmaq ümidi ilə Allahın və Resulullahın rızası üçün, Allah rızası üçün Fatiha.